Bugün Super Qasim'in videolarına bakıyoruz. Super Qasim də ola bilər, amma məncə Super Qasimdir. Dəqiq bilmirəm. Üzr istəyirəm, səhv deyirəmsə də başlayaq dostlar. Like atın bu videoya 20 like gözləyirəm. Başlayaq dostlar. Sonradakı like atın, abone olun, yorum yazın. Super Qasim'in videolarına başlayaq. Super Qasim'in də videolarına başlayaq. Hansıdırsa olar. Qəşəng, əla, çox qəşəng TikTokerdur. Azərbaycanlı valideynlər övladlarına normal bir ad qoymaq istəyirlər. Gül çəkdi. Sanki bir çiçəkdir. Gəl adını Nərgiz qoyaq. Aha. Amma gör nə axıllı gözləri var. Gəl bunun adını Zəhra qoyaq. Baba gəlir, baba. Baba indi görək nə verəcək, baba. Bilirik zaten. Bunun adı Əxlaqiyə. Əxlaqiyə olacaq, əxlaq. O da kayıtdasan sən elə ad olar. Bu qeyri-qanuni olmalıdır. Qeyri-qanuni. Qızım sən yerini bil, oğlum sən də məndən spor eləmə. Bu mənim, ulu bibimin xalası oğlunun kirvəsi nəvəsinin Oy adıdır. zibil. Hörmət eləmək lazımdır. Bəli, bəli, hörmət qoymaq lazımdır. Hər adama hörmət qoymaq lazımdır. Adama diqqətli olun. Dostlar diqqətli olun. Havalar isinəndən sonra bunlar evlərə tez-tez girməyə O başlayıblar. nədir elə? Sizin sağlamlığınız üçün sizə sadəcə bunu Nədir o? göstərmək istəyirəm. Çox ehtiyatlı olmalısınız. Bu çox təhlükəli. Göstər də. Gizli yerlərə girir ki, bura başı çıxdı. Baba. Hop. Mən ağcaqanad gözləyirdim. Olmaz belə. Zıkkımın kökü yoxsa min bir xırdavat. Min bir xırdavat. Sıkkımın kökündən heç bir xeyri yoxdur. Əhmədin min bir xırdavatı. Hər gün xeyir verir. Ona görə min bir xırdavat. Bəli, Əhməd. Min bir xırdavat yoxsa eks bajanaqlar. Eks bajanaqlar. Yox, Əhmədin min bir Eks xırdavatı. bajanaqlar yoxsa suqo nədir bilmək. Sonradı bilirəm. Suqo nədir bilmək. Bu Oba. məlumat hamıya lazımdır. Suqo nədir bilmək yoxsa arazdakı ətli börək. Ətli börək. Bax bu çətin məsələdir. Ətli börək. Arazdakı ətli börək məni ac vaxtlarımda həmişə saxlayır ayaq üstə. Ona görə mən Suqo kimdir? arazdakı ətli börəyi seçəcəm. Arazdakı ətli börək yoxsa manatlıq taksi. Arazdakı ətli börək. Təbii ki də. Arazdakı ətli börək yoxsa Faiq Ağayev. Oy zibil. Hamının tanıdığı yek celebrity yoxsa məni Oy yek zibil. saxlayan Məncə yemək. Faiq Ağayev. Arazdakı ətli börək. Siz bu seçiminizdən əminsiniz, çox bilmiş bəy. Bəli. Bütün millət sizi izləyir, çox bilmiş bəy. Əminsiz? Bəli. Heç nə onda çox bilmiş bəy. Sağ salamat. Siz də sağ olun. Alqışlayan çox bilmiş bəyi. Alqışlayan nədir? Alqışlamaq. Alqışlayaq. Top 20 gey hərəkətləri part 4. Top 20G hərəkətlərinə daxildir. Bəli, daxildir. Aha. Bəs top ona? Əlbəttə ki, daxildir. Bu nə qeyri-ciddilikdir? Ox atana, pox atana inanırsan. Poxatan. Yeri getirdin mən. Dostlar 13-cü bürcümüz xeyirli olsun. Poxatan bürcü. Poxatan bürcünə daxil olan insanlar milyarder olacaqlar. Həmişəki bürclərdəki kimi hər ay milyarder olurlar, amma heç ay pox. Random adamı random mahnı ilə əsəbləşdir. Getdi. Ha, mahnıya bax da. Mahnı özündür qaqa. Görək indi nağa geçək aslında. Salamatçılıqdır. Sən kayıtdasan, nə istəyirsən? Qaqa sən kayıfdasan. Getdi. Aha, hələ tərkib edək. Oy zibil. Bu dəfə axırı pis olacaq. Arada bax, video bura görürsən. Dedim axırı pis olacaq. Dostlar sizə belə eləsələr siz nə edərsiniz? Yorumlara yazın. Bu arada bu videoya 20 like gözləyirəm. Tam 20 like. Butulka açmağı xahiş edəndə gələn qorxunun səbəbi. Baxaq. Sen bunu açabilirsin. Oy zibil. Oy zibil. Aça bilməsəm o buna güləcək ha. Tanıdığınız bütün loxları unudun. Buyurun, lox TV nə demək istəyirsiniz? Lox TV. Ən böyük lox özüməm dedi. Oy zibil açdı. Daha sen nece güçlü kişisin. Oy zibil. Alqışlayaq. Çox güclü kişisən. Tanıdığınız bütün oğlanları unudun. Çünki ən bombası buradadır. Necə bomba oğlan olmaq olar? Baxaq. Yadda saxlayın, bomba oğlan olmurlar. Bomba oğlan doğulurlar. Oo! Nə dedik yaqa, nə dedi? Küçənizdə olan ləqəblərin izahını alırsan. Sonra var idi bizdə Drell Ramiz. Yəqin
bütün küçə ondan drill istəyirdi də, ona görə onu drill round Yox. istəyirdi. Yox. Prosto doğulanda dal deşiyi yox idi deyə drilllə deşib açmışdı. O ne kadar olan şeydi? Oğlum Drell Ramiz. Ramiz Karevski. Gecə saat 2-dir, hələ də evdə deyilsən. Baxaq. Bəli, belə bilirlər. Amma Oğluna uğraşdıkça 15 dəqiqədə vaxt verirəm sən. Bircə saniyədə geyişsən səni dədəm. Şəhərin ortasında olsun. Böyle 15 yerə bölüb səni evə bir gətirə çalışır. Bütün günü forqanda da. Nə? 2 dəfə hər dinən. Bütün gecən forqanda, bütün günün poksa döndü. Hər dəfə atamdan xəbərlərə baxanda baş verən. Diqqət. Bugünün əsas xəbəri uzun şapalaqlı kəndindən heç bir hazırlığa getməyən, şapalaqlı ömür boyu telefon istifadə etməyən, həmişə valideynlərinin sözünə qulaq asan, 700 yüngül bal. atletika üzrə Avropa çempionu olan, heç vaxt McDonald's yeməyən Mirqasım Tırtırzadə Tırtırzadə. qəbul imtahanından 700 baldan cəmi 1 bal yığıb. Belə şey tarixdə heç vaxt olmayıb. 700 baldan 1 bal yığıb. Haha, fake oldu, fake. Aha, çox. Evdəkilərin sənin şəxsi sərhədinə olan maks hörməti. Az mətanət, bura hamamımıza da təzə plitka qoymuşuq. Ha, orada çimir hə. Bax, patolog falan, təzə unitaz da var. Rasimcik də burada unitazda öz işini görür. Sən başın xarab Öz işini görür unitazda. Salam ver. Söydürəsən mən bu saat mətanət xalıda Bax, çıxışını görürəm. burada biraz plitkalarda əyrilik var idi. Onu da bir düzəltdilər. Çox sağ ol. Həqiqətən belə deyər, heç vicdanını almırlar. Yayda evə girən milçəklərin minimal sırtıqlığı. Sırtıqlıq deyə bilmirəm mən, sırtıqlıq. Mən niyə hər videoda bir söz öyrənirəm? Bəli, hər videoda bir söz öyrənən YouTuber'ınız Yek gəldi. Başlayaq. Allah öyünü düşsün, qələt elif bağa gəldi. Belə iş də olar. Salam Məlikçi. Yeməyə nəyin var? Sən. Mən Milçəklər Cəmiyyətinin rəisiyəm. Yeməyə nəyin var? Döşünəm yoxdur mənim, get Mən çıx. görmüşdüm. Sən qarpız gətirmişdin, yalan deyirsən. Ay sən dədənə Oy, borcun zibir. var, qarnını doyuzdurmağa. Hə, varımdır, Get, olsun. cəld olaraq o qarpızı kəs bura gətir. Sonra da cəld olaraq qaçırsan marketə. Sok, konfet və qənd alırsan. Oy, Çünki dostlarım zibir. çağıracam. Məni əsəbləşdirmə, tez elə. Yaxşı, gedirəm. Bu nədir ya başıma gəlir? Bu hərəkətin nə olduğunu bilirsiniz? Bilənlər yoruma yazsın. Liftdə xanımla tək qalanda özünü aparmaq tutorialı. Öyrənək dostlar. Bu videonu diqqətlə izləyək. Öyrənməliyik. Oy. Siz neçəyə qalxırsınız xanım? 5'e. Oy, centilmenlik. Ha ha ha. Belə davranırıq dostlar, öyrəndik. Yox, təbii ki də belə davranırıq. Xanım, əl də burası da öyle sizə narahat olmayın. Xanım, mən evli adamam. Vallahi mən evli adamam. Bakın, arvadım da var. Bakın, budur. Vallahi heç nə eləsi də öyle. Düzdür dostlar, birinci formada davranmırıq. İkinci formada davranırıq. Hörmət, izzət, qabiliyyət, qalibiyyət, nifrət, xəyanət, dəyanət, əzimət. Ana, siz niyə mənim adımı konfet qoyubsuz? Konfeti. Kızım, çünki sən doğulanda sənin üzünə konfet düşmüşdü. Nə əlaqə? Ana, bəs mənim adımı niyə bənövşə qoymusunuz? Sən isə doğulanda sənin üzünə bənövşə düşmüşdü. Sakit ol tərpit! Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, bəyənmişsiniz, siz də mənim kimi əylənmişsiniz. Burada 2 dənə video var, girib onlara baxa bilib əylənə bilərsiniz dostlar. Maraqlıdır, qəşəngdir. Abunə də olun, olaq 15.000 tez bazar. Oh yeah. Freestyle, oh yeah.